Şagirdlər, tələbələr, müəllimlər, təlimçilər, hər kəs bu proqramı səbirsizliklə gözləyir. Bugün də başlamışıq. Efirimizə saat 11-12 arasında adətən yayımlanır və proqramımızın sponsoru Ant Tədris Mərkəzi, Rabitəli Nitq Reabilitasiya Mərkəzi və əlbəttə ki Smart Education bağçalar şəbəkəsidir. Və bugün iki qonağımız var. Həftənin cümə günündə sağlam təhsildə. Bugün sizi görüşdürəcəm. Təhsil Tələbə Krediti Fondunun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar xanım Zeynalova ilə. Xoş gəlmisiniz Gülnar xanım. Xoş gördük. Və digər qonağımız Smart Education bağçalar şəbəkəsinin Yeyləncə filialının icraçı direktoru Günay xanım Salmanova. Siz də xoş gördük Günay xanım. Çox sağ olun, xoş gördük. Necəsiz? Yaxşı. Keyfiniz, əhvalınız hər ikinizin yaxşıdır. Bahar da gəlir, təbii ki insanın əhvalı da təbii yaxşı olur, pozitiv olur. Enerji. Bəli, enerji də ən əsas da bax insana gəlir. Ümumiyyətlə martda həmişə dəyişik olur insan, qəribə olur belə. Mənə elə gəlir ki, bu tədrisə də, təhsilə də birbaşa olaraq təsir göstərir. Mikrofona biraz yaxından əyləşin və istəyərdim Günay xanım ilk dəfə çıxış etdiyinə görə başlayaq bu gün söhbətimizə Gülnar xanımla. Əslində adlarınız da oxşardı. Gülnar, Günay. Veriliş müddətində əgər səhv salsam, yəqin ki bunu irad kimi qəbul etməzsiniz. Gülnar xanım, sizi yaxından tanıyaq. Təhsil, tədris Tələbə Kredit Fondu. Buyurun, necə başa düşək? Ümumiyyətlə neçə ildir fəaliyyət göstərirsiniz? Təhsil Tələbə Krediti Fondu. Ümumiyyətlə gəlin belə başlayaq. Təhsil almaq hər bir gəncin gələcəyini formalaşdıran vacib amillərdən biridir. Lakin bəzən maliyyə çətinlikləri tələbələrin önündə problem olur. Amma bu problemlərin həlli üçün, məhz bu problemlərin həlli üçün Təhsil Tələbə Krediti Fondu tələbələrin təhsil haqqını ödəməkdə dəstək vermək məqsədilə Təhsil Tələbə Krediti Fondu Cənab Prezidentin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli fərmanı ilə yaradılmışdı. Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış dövlət qurumudur və dövlətin yaratdığı sosial bir layihədir. Burada heç bir gəlir və mənfəət yoxdur. Fondun vəsaitləri hesabına təhsil tələbə kreditlərinin verilmə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli qərarı ilə təsdiqlənmişdi və ilk dəfə olaraq təhsil tələbə kreditlərinin verilməsi noyabr ayının 25-i 2021-ci il tarixindən təhsil tələbə kreditlərinin verilməsinə başlanılmışdı. Ümumiyyətlə təhsil tələbə kreditləri nədir? Təhsil tələbə kreditləri Respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyəsində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə səviyyələrində normativ təhsil müddətində əyani və ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş kredit vəsaitidir və təhsil tələbə kreditinin fondunun yaranma məqsədi nədir desək, təhsil tələbə krediti sistemi tələbələrdə təhsilə olan əlçatanlığı təmin etməkdən, təhsildə bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Yəni ən əsas məqsəd burada nədir? Onu da izah eləyin, zəhmət olmasa və ümumiyyətlə təhsil tələbə krediti almaq üçün hansısa bir sənədlər mütləq lazımdırmı? Bəli. Tələbə istənilən notarial ofisə və yaxud da ki, asan xidmət mərkəzinə və yaxud da ki, mobil notariat tətbiqindən istifadə edərək təhsil tələbə krediti almaq üçün razılıq ərizəsi ilk öncə almalıdır. Burada iki faktor var, mən onu qeyd etmək istəyərdim. Əgər tələbənin yaşı 18 yaşından yuxarıdırsa, tələbə özü sərbəst şəkildə heç bir yerə getmədən, heç bir notarial ofisə, asan xidmət mərkəzinə yaxınlaşmadan mobil notarial tətbiq üzərindən razılıq ərizəsini ala bilər. Yox, əgər tələbənin yaşı 18 yaşından aşağıdırsa, bu zaman o valideynləri ilə və yaxud da ki, himayəçisi ilə birlikdə notarial ofisə və ya asan xidmət mərkəzinə yaxınlaşaraq razılıq ərizəsi almalıdır. Tələbə tərəfindən razılıq ərizəsi bir dəfə alınır və bu bütün təhsil ili üzrə, bütün semestrlər üzrə yetərlidir. Qeyd edək ki, təhsil tələbə kreditinin rəsmiləşməsi elektron müstəvidə həyata keçir və e-ttkaif.edu.az elektron portalı vasitəsilə ərizə dedik ki, tələbə razılıq ərizəsi almalıdır. Ərizə
bəzən niyə görə almalıdır? Gəlin bu sualın mən izahını verim. Tələbənin sonradan gəliri formalaşdıqda bank məlumatları əldə etməsi üçün tələbədən razılıq ərizəsi alır və bu razılıq ərizəsi o deməkdir ki, tələbə bəzi məlumatlarını, təhsil məlumatlarını, şəxsi məlumatlarını burada qeydiyyata salır və bu sonradan tələbənin kreditlərin qaytarılması üçün üzərinə öhdəlik qoyur və beləcə əgərləri tələbə razılıq ərizəsini aldıqdan sonra burada bir sıra növbəti addımlar var. İstərdim ki, mən bu addımları sizə deyərdim. Bu addımlar Bəlkə bu addımlar barəsində birazdan danışasınız. Olar. Mümkündürsə, yəni biz ümumi belə deyək anladıq ki, təhsil tələbə kreditinin məqsədi nədir və hansı tələbələr bu kreditdən yararlana bilərlər? Dediniz bakalavr və magistratura. Bakalavr, magistratura, orta ixtisas təhsil pilləsi, peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə səviyyələrində təhsil alanlar. Aha. Söhbətimizi davam etdirəcəyik Günay xanım sizinlə, amma da istəyərdim danışaq Günay xanımla Smart Education Bağçalar şəbəkəsinin Yeniləncək filialının icraçı direktoru Günay xanım Salmanova ilə. Necədir işləriniz? Günay xanım, tədbirlər də bildiyim qədərilə mart ümumiyyətlə tədbirlər ay olduğuna görə bilirəm ki, Yeniləncək uşaq bağçasında da əsasən onu deyin ki, hansı ərazidə yerləşirsiniz? Yəni insanların bir növ bəlkə Samal Əsəd Əhmədov 41 ünvanımız, çox gözəl binamız var. Biz ona Nağıllar Dünyası deyirik. Yeniləncək bağçamıza doğrudan içəri girən hər bir valideyn elə bil ki, bir nağıla düşür. İnşallah qonağımız olarsınız, gəlib görərsiniz. İnşallah, dödürlə mütləq. Çox gözəl bəli tədbirlərimiz başlayıb hal-hazırda. 8 mart tədbirimiz oldu. Çox möhtəşəm oldu. Eləcə də mükəmməl oldu və ondan sonra təzəlikcə biz qayıtdıq dünənləri əyləncə mərkəzində olmuşuq. Bütün uşaqlarımıza əylənməyə aparmışıq. Çünki uşaqlara düzdür, bizdə hər bir şərait var bağçamızın içində, amma hərdən qırağa da aparıb onları əyləndirmək lazımdır. İnanın ki, onlarla birlikdə həm müəllimələrimiz, həm özüm belə uşaq kimi əylənmişəm. Zaten əgər bağçadasansa, fərqi yoxdur. İstəyir müəllim olsun, istəyir direktor olsun, istəyir aşpaz olsun, uşaqlaşırıq hamımız. Mələk oluruq, elə deyim sizə. Əlbəttə, yəni çünki orada əyləncəli oyunlar keçirməlidir pedaqoqlar, müəllimlər və eyni uşaq oluruq. Bəli. Hamımız bir yerdə uşaq oluruq və indi də ayın 19-u Novruz bayramına hazırlıqlarımız gedir. Çox möhtəşəm. İnşallah Allah qoysa ona hazırlaşırıq, bəli. Mən bildiyim qədərilə, hətta mənə çatan məlumata görə, deməli, əgər sizə valideynlər müraciət etsələr uşaqları ilə bağlı, onlara mart endirimləri, yəni qeydiyyatdan keçənlər mart endirimləri elan etmisiniz. Endirimlərimiz var, bəli. Bunu hər il edirsiniz? Hər il. Bu bizdə bir aksiya kimi keçirilir. Möhtəşəm bir endirimimiz var. Hal-hazırda bilirsiniz ki, bizim bağça 450 manatdır və 430 manat. Bunlarda, amma belə deyim də sizə hal-hazırda möhtəşəm endirimlərimiz İlgün xanım belə dedi ki, bütün bağçalarınızda olsun və bizə də şamil olunsun və bizə də olundu və inanın ki, çox gözəl də uşaqlarımız gəlirlər və valideynlər bundan yararlanırlar. Niyə görə? Həm bağçamızın belə deyim də hər bir şeyi var içində, həm tədrisi var, həm əyləncəsi var, həm həyətimiz çox gözəldir. Uşaqların inkişafı üçün hansı şöbələri, məsələn, hansı sahələr üzrə fəaliyyət göstərirsiniz? İlk öncə bir də bunu qeyd edeyim ki, saat 8-dən 7-yə qədər. Çox bağçalar bilirik ki, 9-dan 6-ya qədərdir. Bizdə 8-dən 7-yə qədərdir. 6 günlükdür bağçamız. Eləcə də dayə xidmətimiz var. Yəni bir də onu deyim ki, elə olur ki, valideynlərimiz harasa gedirlər. Cavan cütlüklərdən çox gedir. Şənbə günü də çalışırsınız? Bəli, şənbə günü də çalışırıq və elə olur ki, cavan cütlüklər harasa gedirlər, körpələrini, mələklərini qorumağa yer yoxdur və İlgün xanım belə bir təşəbbüs elədi ki, mənim fikrimcə hamısından gözəl olar ki, gəlin dayə xidməti də eləyək. Bu həftə içi də. Bəli, həftə içi də olur, həftə sonu da olur. Yəni bir neçə saatlıq. Bir neçə saatlıq, bəli, 6-dan sonra da olur, 6-dan əvvəl də olur. Günlük uşaqlarımız da gəlir. Yəni bizdə Allah qoysa aprelin 1-dən bizdə bilirsiniz üzgüçülüyümüz var, ona start verəcəyik.
3 yerə eşitmişəm, bölünür. aha. Bəli, ilk öncə bizim balalarımız, bağçamızın uşaqları olur. O da çox bir gözəl bir şeydir. Saat 12-də girirlər üzgüçülə. 2 müəllimədir, bir müəllimə suda olur. Nəzarət altında, Nəzarət, bəli. bir müəllimə nəzarət eləyir, o bir müəllimə də elə bir ki 3 müəllimədən ibarətdir. Ondan sonra yeyirlər, yatırlar. Yəni çox belə aktivlə sonra dururlar, oynayırlar, amma ikinci başqa uşaqlarımız da gəlirlər. 15 yaşına qədər uşaq qəbul eləyirik. Oğlan qız fərq etməz. 15 yaşın bunlar qrup şəklində bölünürlər bizdə. 15 Həftə yaşına iki. kimi uşaqlar Bəli. nə məqsədlə anlamadım. Yəni üzgüçülüyə qəbul olunurlar. onlar da, Bəli, yararlanırlar. üzgüçülüyə yararlanırlar. Elə bir Adətən. dediyim kimi də həm təhsil, həm tədris, həm Hamısı bir əyləncə, ara. hamısını bir arada salmışıq və eləcə də onu da bildirim ki, bizdə şahmat fəaliyyət göstərir, rəsm fəaliyyətimiz var, ingilis dili, rus dili, alman dili, indi inşallah ərəb dilinə də üst tutmuşuq görək. Nə gözəl dillər, yəni əsasən indi hal-hazırda 3 dildə fəaliyyət Bəli. göstərirsiniz. Yəni uşaqlar ingilis, rus, Azərbaycan Bəli, təbii ki dilini Azərbaycan. bilirlər və nə gözəl. Yəni bu qədər əslində uşaqların Bəli. inkişafı üçün çalışırsınız. Mən qidalanma ilə bağlı birazdan istəyəcəm ki, sizdən məlumat alım, çünki ən əsas valideynləri düşündürən məsələdir ki, görürsən orada necə qidalandırırlar uşaqları. Düzdür, yəni nəzarət var, kameralar vasitəsilə bildiyim qədərindən nəzarət olunur. Yəni hər Amma bir valideynə Bir söz təqdim dedim ki, olunur. məsələn biz valideyn içəri daxil olursa, biz ilk öncə ona mətbəximizi göstəririk. Və bizdə hər Yeni şey gəlmişkən, baxın, aşkardır. Astanadan daxil oldu bağçaya. özüm Valideyn nəyi qarşımda. öyrənmək istəyir? Aha. İlk öncə saat neçəliyini, çünki çox bağça dediyim kimi 9-dan 6-ya olduğu kimi soruşur ki, sizdə saat neçədə? Çünki biz işə saat 8-də olmalıyıq. Məsələn, bizdə 8-ə qalmış 15 dəqiqə bizim bağçamız açıqdır. Müəllimələrimiz hazır şəkildə Bəs birdən uşaqlarımızı kimsə gözləyir. tutaq ki, saat 8-in yarısı işdə olmalıdır. O zaman tez İnanırsınız, uşağını onu da gətirmək- bəli problem olmur. Onu da yəni elə bir müəllimələrimiz var ki, yaxın məsafədə yaşayırlar və bildiririk, problem olmur. Gəlirlər və 8-in yarısı da olsa qəbul edir. Elə olur ki, inanırsınız, axşam bilirsiniz ki, indi tıxaclar çoxdur və valideynlərin zəng eləyirlər ki, məsələn, üçün Günay xanım tıxacda qalmışıq. 8-in yarısı elə olur ki, 8-ə qədər bizim müəllimələrimiz orada gözəl. xidmət göstərir. Yəni başa düşürsüz Yəni bir-birinizə. əlbəttə ki, hal-hazırda bir-birimizi başa düşməsək işləyə də bilmərik. Çox doğru. Elə isə gəlin dostlar, bir daha xatırladıram. Bu gün 2 qonağımız var studiyamızda. Təhsil Tələbə Kredit Fondunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova və Smart Education Bağçalar şəbəkəsinin Yerləncə filialının icraçı direktoru Günay xanım Salmanovadır. İstəyirəm ki, Günay xanım sizlə davam eləyək. Tələbə təhsil krediti ilə bağlı danışdınız, məqsədini izah elədiniz və ən əsas sənədləri də qeyd etdiniz, amma deyə bilərsiniz bir daha, çünki dinləyicilərimiz ola bilər indi qoşulublar. Hansı sənədlər təqdim olunur? Bir daha yada salaq. Təhsil tələbə krediti almaq üçün ilk öncə razılıq ərizəsi alınmalıdır. Notarial ofisdən, Asan Xidmət Mərkəzindən və yaxud da mobil notarial tətbiqi üzərindən, daha sonra isə portaldan ettkf.edu.az portalından qeydiyyatdan keçərək kreditini rəsmiləşdirə bilər. Təbii ki, burada müəyyən şərtlər çərçivəsində olmalıdır. İstərsəniz mən sizə təhsil tələbə kreditinin növlərindən danışım, çünki Olar. bu bəli, bu növlər çərçivəsində artıq ortalığa çıxacaq ki, biz hansı şərtlər daxilində təhsil tələbə krediti rəsmiləşdirilir. Təhsil tələbə kreditinin 2 növü var. Sosial növ təhsil tələbə krediti və standart növ təhsil tələbə krediti. Hər iki təhsil növ tələbə kreditinin özünün öz şərtləri var. Belə ki, sosial növ təhsil tələbə kreditində tələbələrin burada bir sıra sosial xüsusiyyət statusları olmalıdır. Burada tələbənin və valideynin sosial statusuna baxılır. Tələbəyə baxılan nisbətdə demək olar ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, tələbə əgərləri 3-cü qrup əlilliyi varsa, ailə başçısını itirdiyinə görə əmək pensiyası alırsa, ailə başçısı itirdiyinə görə dövlətdən sosial müavinət alırsa və valideynə münasibətdə isə birinci və ikinci qrup əlilliyi olanlar işsiz kimi rəsmi qeydiyyatdadırsa, yaşa görə əmək pensiyası alırsa, yaşa görə sosial müavinət
müavinət alırsa, orqanizm funksiyasının 81-100% arası pozulmasına görə və ya 18 yaşına dək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası prezidentinin təqaüdünü alırsa, azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşsa. Təbii ki, bu statuslardan biri tələbəyə imkan verir ki, təhsil tələbə kreditindən, sosial növündən yararlansın. İlk öncə deyim ki, sosial növ təhsil tələbə krediti 2% verilir. Standart növ təhsil tələbə krediti isə 6% verilir və burada sosial növdən fərqli olan onun tələbənin təhsil göstəricilərinə baxılır burada. Belə ki, standart növ təhsil tələbə kreditindən yararlanan tələbə kimlərdir? Sosial növ təhsil tələbə kreditini hüququ olmayan tələbə, bundan yararlanmayan tələbə, ÜMC-si, yəni ümumi orta müvəffəqiyyət göstəricisi 71 bal və üzəri olan tələbə və bir də ümumi təhsil illik təhsil haqqının 20%-ni əgər ödəyərsə, standart növ təhsil tələbə kreditindən yararlanmış olacaq. Təbii ki, birinci təhsil ilinə ilk dəfədən abituriyent tələbə hüququnu qazandığı halda bu əgər sosial növ təhsil tələbə kreditindən yararlanmaq şansı yoxdursa və standart növ təhsil tələbə kreditinə müraciət edirsə, burada birinci dəfədən ÜMC-dən, yəni ümumi orta müvəffəqiyyət göstəricisindən söhbət gedə bilməz. Burada artıq Dövlət İmtahan Mərkəzində Dövlət İmtahan Mərkəzinə qəbul zamanı qəbul olunan ballara baxılır. Bunları səviyyələr üzrə, təhsil səviyyələri üzrə bölüşdürərəksə əgər bakalavriat səviyyəsində 250 bal xüsusi qabiliyyət tələb edilən ixtisaslara daxil olan tələbələrə münasibətdə bu 100 baldır. Magistratura səviyyəsində 50 bal xüsusi qabiliyyət tələb edilən ixtisaslara daxil olan tələbələrə münasibətdə bu 30 baldır. Bakalavriat səviyyəsində 110 bal. Peşə təhsil pilləsinin texniki peşə və yüksək texniki peşə təhsil səviyyəsində təhsil alan tələbələrin attestat qiymətlərinin, yekun qiymətlərinin ədədi ortası əgər 3-dürsə, demək ki, tələbə standart növ təhsil tələbə kreditindən yararlana bilər. Hal-hazırda 2024-2025-in artıq ikinci semestrinə, yəni başlanılıb və istəyərdim ki, müraciətlərlə bağlı bildiyim qədərindən artıq necə ki başlayıb hansı şərtlərlə qəbul edirsiniz və dinləyicilərimizə də məncə də maraqlı olar. Çünki bir halda ki müraciətlərə artıq start verilibsə, o zaman əsas şərtləri də bilməkləri də məncə daha maraqlı olar. İkinci semestr üçün müraciət dövrü artıq 17 fevral tarixindən başlanılıb. Müraciət etmək istəyən tələbələr, bayaq da dediyimiz kimi, əvvəlcədən razılıq əldə etdikləri, aldıqları razılıq ərizəsi ilə e-ttf.edu.az elektron portalına daxil olaraq müraciətlərini göndərə bilərlər. Tələbə aldığı razılıq ərizəsi ilə portala daxil olur, təhsil məlumatlarını, şəxsi məlumatları, ailə məlumatlarını doldurduqdan sonra müraciəti göndərir. Müraciət göndərildikdən sonra 3-5 iş günü ərzində emal olunur, tələbəyə cavab gəlir, müsbət və yaxud da ki, imtina cavabı gəlir. Qeyd etmək istərdim ki, ikinci semestr üçün qeydiyyat semestrin sonuna qədər davam edəcəkdir. Mən bu arada tələbələrdən danışmışkən onlara yaxşı bir fürsət təqdim etmək istəyirəm. Əgər həm təhsil almaq, həm də xaricdə ümumiyyətlə çalışmaq fikirləri varsa, o zaman onlar üçün müəyyən mənada gözəl bir təkliflərlə, güzəşt paketlərlə tanınan daha çox ən tədris mərkəzini vurğulamaq istəyərdim. Nəyə görə? Azərbaycanda innovativ metodlarla beynəlxalq təhsil imkanları çünki təqdim edir. Mərkəz beynəlxalq sertifikatlı ingilis dili kursları, riyaziyyat İKT və müasir tədris metodları və müəllim hazırlığı proqramları ilə tanınır. Regionda metodik təlimlərdə praktiki İKT tədrisində proqrama daxil etmiş tək beynəlxalq TEFL təlim institutu mərkəzidir. Təlimlərdən danışmışkən təlimlərin sonunda iştirakçılara beynəlxalq TEFL təlim institutunun New York baş ofisi tərəfindən təsdiq edilmiş sertifikatı veriləcək. Nəyə görə bu sertifikatın üstünlüyü nədir? Bu sertifikat ümumiyyətlə iş tapmaq baxımından da, işləmə baxımından da şansları artırır. Siz də müraciət edə bilərsiniz, keyfiyyətli təhsil almaq istəyirsinizsə. Əlaqə nömrəsini deyirəm 050 312 13 43 Çinar Park Biznes Mərkəzi, Instagram @education. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Bugün sağlam təhsildən Yelləncək məhz uşaq bağçasının
icraçı direktoru Günay xanım da var və Günay xanım Salmanova ilə biz elə efir arasında da, reklamlar arasında da bir neçə dəfə belə maraqlı bir söhbət apardıq. Hətta valideynlərlə bağlı fikirlərini söylədi. Yeri gəlmişkən bir onu söyləyin, neçə yaşından qəbul edirsiniz? Həm də sonra biz bu valideynlərin qayğı, sevgi məsələsində də bir gündəmə gətirək. Çünki əsasda əksiklik elə bil ki, sanki yaşanır uşaqlarda. Əslində qalanda 0 yaşından, əsas ana südü körpə yaşından uşaq yemirsə, əvvəl 6 aylığından götürürdük, amma indi lap körpəlikdən də götürürük. Əsas odur ki, uşaq ana südü yeməsin. Əsas uşaqlarımıza sevgi veririk. Çünki bayaq da söhbət əsnasında bildirdim ki, elə olur ki, analarımız bilirəm işləyirlər. İndi hal-hazırda çox analarımız işləyir və o sevgini yetərincə mənim fikrimcə uşaqlara vermirlər. Və uşaqlar sadəcə sevgi istəyirlər bizdən. Yəni bunu uşaqların davranışlarında hiss edirsiniz. Əlbəttə ki, davranışlarında hiss eləyir, psixologiyalarında hiss eləyirlər. Körpədirlər, onlar bilmirlər. Sadəcə eləsi var, bizi belə ana belə bilir. Ana deyə çağırır. Məsələn, bizim körpələr qrupunda, məsələn, bizim Jalə müəlliməmiz var. Onu çox bizim balalarımız ana deyə müraciət eləyirlər. İlk öncə bu sevgidən irəli gəlir ki, ana bilirlər onları. Valideynlər özləri ümumiyyətlə bu barədə nə düşünür, maraqlıdır. Siz bunları söyləyirsiniz, yəni uşağınızda müəyyən mənada diqqət ayırmalısınız evdə də, həftə sonları da məsələn danışırsınızmı uşaqlarla? Bəli, danışırıq. Daha doğrusu valideynlərlə. Bəli, danışırıq və bizdə valideyn iclasları olur. Dəvət eləyirik valideynlərimizi, bu haqqda danışırıq və psixoloji onlara dəstək də, kömək də oluruq. Çünki psixoloji dəstək təkcə yəni belə deyim də ruh halımız deyil, yorğunluq belə bizə psixoloji təsir göstərə bilər. Sevgisizlik, yəni elə qadınlarımız var ki, onlar da sevgisizdilər. Və bu onların uşaqlarına da təsir eləyir, övladlarına da təsir eləyir. Çox düzgün vurğuladınız. Fikrimiz var, məsələn üçün İlgün xanım keçən dəfə də bildirdi, analar məktəbi. Əsas analar məktəbi hələ bu sevgi bağım deməkdir, övladları ilə olan münasibətlər deməkdir. Onun üzərində bunu da işləyirik. siz açmaq istəyirsiniz. Bəli, analar məktəbi və bizə belə dedilər, niyə atalar məktəbi yox? Hətta mən də yadımdadır, keçən dəfə İlgün xanıma bu sualdan dedim, təkcə valideyn axı ana deyil, yəni bəli, ataları kənarlaşdırmayaq da bu işdən. Düzdür, Səmirə xanım, amma ilk öncə adı maraqlıdır analar məktəbi, amma əslində valideynlər burada kişilərimiz də rol oynayacaq və biz onları da dəvət eləyəcəyik. Çünki hər iki tərəfli olmalıdır. Belə deyim də, siz özünüz bilirsiniz, mən özüm psixoloqam və mən hər dəfə uşaq qəbul eləyəndə eləcə də əslində yeniyetmə yetkinlər psixoloqam, amma uşaqlarımızla da işləyirik, ona görə bağçada işləyirik. Biz ilk öncə təkcə ananı dəvət eləmirik. Lazım olanda iki valideyn, ana və ata ikisi də məsuliyyət daşımalıdır. Əlbəttə, yəni bir zəhmət bu iclaslarda iştirak eləsinlər, yəni atalar da həqiqətən də ümumiyyətlə siz danışdıqca mən məsəl üçün gözümün önünə gətirirəm ki, bir valideynin uşağının inkişafı üçün dərnək, müxtəlif dərnəkləri aparmasını nəzərdən keçirsək, görərik məsələn, əgər hovuzdan yararlanmaq, ümumiyyətlə üzgüçülüklə uşağını məşğul etdirmək istəyirsə, bu bir vaxt aparacaq yollarda və yaxud da ki, ümumiyyətlə maddi baxımdan da. Daha sonra şahmatın adını çəkdiniz. Şahmat dərnəyinə kifayət qədər valideyn var ki, uşağını qoyur və o da bir başqa istiqamətlərdə, başqa bir yerlərdə yerləşir. Bu da bir vaxt aparacaq maddiyyat baxımından. Daha sonra rəsmin adını çəkdiniz. Yəni rəqsin adını, ingilis dilidir. Bəli, dil hələ üstəlik bu da. Yəni bütün bunların hamısını bir arada edən. Eləcə də ibtidai sinif hazırlığı var bizdə. Məktəbdən sonra hazırlığımız var. Uşaq məktəbdən sonra artıq məktəb yaşını uşaq bağça yaşını bitirib, məktəbə gedir və məktəbdən sonra gəlir bizim bağçaya. Məsələn, o da var bizdə. Uşaq yeməyini yeyir, yatır və sonra hazırlığa müəllimələrimiz hazırlıq eləyirlər. Yəni bir müəlliməmiz yox. Yəni ona ayrıca bir müəlliməmiz var. Məktəbə gedir uşaq, dərs hazırlıqlarını yenidən gəlib sizin bağçada sonra və məktəbə qədər hazırlığımız. Xüsusi nəqliyyatla səhv etmirəmsə bu yəni aparıb gətirirlər uşaqları. Nə gözəl, bununla da yəni təmin etmisiniz uşaqları. Bizdə belə deyim də Səmirə xanım, hamısı bir aradadır. Bəli. Həm şahmatı, həm üzgüçülüyü,
bilirsiniz ki, ödənişlər ayrı-ayrı olur, amma bizdə Bəli. hamısı pik nöqtədə, hamısı bir yerdədir. Aydındır. Mən Uşaq istəyəcəm çıxmadan. əlaqə nömrəsini sizdə deyəsiniz. Məsələn, sırf yerləncə ilə söhbət getdiyinə görə yerləncədə necədir? Əlaqə nömrəsi sizlə əlaqə saxlayacaqlar da. Bəli, mənlə əlaqə 050 050 871 1656. 050 771 1656. 1656. Siz də əlaqə saxlaya bilərsiniz. Əgər uşağınız artıq bağça yaşına çatıbsa, məktəbə qədər hazırlıq dövründədirsə, uşağınızın inkişafını gözünüzün önündə görmək istəyirsinizsə, nə gözəl fürsəti yaradırıq və bu arada bayramla əlaqədar olaraq mart endirimləri Smart Education bağçalar şəbəkəsində start verilib. Radiodan dinləyənlərə də təbii ki, bu endirimlər tətbiq olunacaq. Özdə nə az, nə çox, 30% səhv Düzdür, etmirəmsə. bəli, bəli. Söhbətimizə davam etdirəcəyik. Sağlam təhsil. Biz sizə hər şeyi öyrədəcəyik. Gülnar xanımla söhbətimizi davam etdirək. Necə ki, təhsil tələbə kreditlərindən bayaq danışdı, müraciətlər hansı şərtlər əsasında həyata keçirilir, onu da söylədi. Amma maraqlıdır mənim üçün, ildə neçə dəfə müraciət daxil olur? Ümumiyyətlə, neçə təhsil tələbə kredit müqaviləsi rəsmiləşdirilmisiniz, yəni keçən ildə və yaxud bu ildə? Belə bilirsiniz də, yəqin ki. Aha. Statistikaya əsasən fond fəaliyyətə başladığı gündən bugünkü günə qədər elektron fonda məxsus elektron portala 65 mindən artıq müraciət daxil olmuşdur. 51 mindən artıq təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmiş. 51 min. Bəli, 51 mindən artıq təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Təkcə elə mən sizə 24-25-ci tədris ilinin payız və yaz semestrləri üzrə statistik nəticəni desəm əgər, 24-25-ci tədris ilinin birinci semestri, yəni payız semestri üzrə 12 mindən çox elektron portala müraciət daxil olmuş, 10 mindən çox müqavilə rəsmiləşdirilmişdi. İkinci semestr üzrə bayaq da dediyimiz kimi 17 fevral tarixindən artıq start götürülüb və bu günə qədər, bugünkü günə qədər müraciətlərin sayı 5 mindən çox elektron portala müraciət daxil olmuş, 3 mindən çox 17 fevral tarixindən bugünkü günə qədər 3 mindən çox müqavilə rəsmiləşdirilmişdi. Bu hər gün artan dinamika ilə gedir və bir faktı da qeyd etmək istərdim ki, elə bu yaxın günlərdə 50 mininci təhsil tələbə müqaviləsi rəsmiləşdirilmişdi və bu xoş təsadüfdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 4-cü təhsil ilinin tələbəsi Ləman Pənahovaya düşmüşdü. 50 mininci. Bəli, 50 mininci. Biz hədəfimiz əslində 24-25-ci təqvim ilinin hədəf prioriteti ilin sonuna qədər 60 mindir. Biz təbii ki, bu rəqəm çox yaxındır. Qoyulan hədəfə də çox yaxın bir zamanda çatacağıq. Ümumiyyətlə bizə müraciət edən fond olaraq bizə müraciət edən və nəzərdə tutulan şərtlərə cavab verən hər bir tələbənin həyatına toxunmuşuq. Bu toxunuş özü ayrıca bir uğurdur. Bu toxunuş ayrıca bir həyat yolunda növbəti bir davamlılıqdır. Artıq 4-cü ildir ki, təhsil tələbə krediti fondu fəaliyyət göstərir və artıq 4-cü ildir ki, fond tələbə və məzunların uğurlarını izləyir, onların ictimaiyyətə açıqlanmasında maraqlı bir tərəfdir. Güzəştlər necə tətbiq olunurmu? Məsələn, möhlət verilirmi? Tutaq ki, hər hansı bir kreditini ödəməyən tələbə müəyyən bir səbəblərdən gecikdirə bilər bunu. Onlara güzəşt olunurmu? Kimlər əsasən bu güzəştlərdən yararlanır? Çox gözəl sualdır. Təhsil tələbə kreditinin də möhlət dövrü və bir də güzəşt dövrü var. Mən hər iki dövrdən danışmaq istərdim. Möhlət dövrü bu dövrdür ki, yuxarı təhsil səviyyəsində əyani təhsil, yəni bakalavriat səviyyəsində oxuyan tələbə məzun olur, daha sonradan magistratura səviyyəsinə daxil olur və artıq onun bakalavrdan götürdüyü kredit faizi hesablanmır. Bu artıq dondurulur, möhlət dövrünə keçir. Daha sonra həqiqi hərbi xidmət dövrüdür, məhkumluq dövrüdür. Burada 4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya da azadlığın məhdudlaşdırılması il olaraq 4 ildən çox olmayaraq hamiləliyə və doğuma görə uşağın 3 yaşına dək qulluq etməkdən ötürü qismən sosial ödəniş müddətidir. Daha sonra isə sağlamlıq imkanları məhdud 18 yaşına dək uşaqlara və birinci dərəcə əlilliyi olan şəxslərə qulluq etmək müddətidir.
müddətidir ki, bu müddət dövründə, bu möhlət dövrünə daxil olub. Burada heç bir tələbədən, borc alandan kredit qaytarılması tələb olunmur və faiz də hesablanmır. Digər tərəfdən güzəşt dövründən danışmaq istərdim. Güzəşt dövrü isə təhsil göstəricilərinə əsaslanır. Yəni bu nə deməkdir? Sosial növdə ÜMC-si dediyimiz kimi ümumi orta müvəffəqiyyət göstəricisi 71 bal və üzəridirsə, bu zaman həmin semestrdə onun tələbəyə faiz hesablanmır, kredit faizi hesablanmır. Standart növdə isə 91 bal və üzəridirsə, yenə də həmin semestr üçün götürdüyü kreditə faiz hesablanmır. Amma burada 25 və 50% geri ödənişdən azad olunma var ki, bu da ümumi təhsil ili üzrə 8-ci semestr üzrə formalaşmış normativ, bildiyimiz kimi normativ təhsil müddəti 4 ildir. Bu da 8 semestr deməkdir. Və burada təhsilin normativ müddətində bütün tədris semestrlərində 91 bal və üzəri olan tələbələr sosial növ təhsil tələbə kreditində sosial TTK-nın 50%-nin geri ödənişindən azad olunur. Standart növdə isə 25%-dən, yenə də 91 bal və üzəri tələbə yığıbsa 25% geri ödənişdən azad olunur. Aha, bir sualım da olacaq. Bu təhsil kredit almaq üçün müraciət edəndə bank qarşısında hər hansı bir öhdəliklər yaranırmı? Xeyr, heç bir öhdəlik yoxdur, çünki bu istehlak krediti deyil. Tələbənin və yaxud da ki, valideynin istehlak krediti götürə bilər, amma bu o demək deyil ki, tələbə təhsil tələbə kreditindən yararlanmamasına heç bir rəvac vermir. Təhsil tələbə kreditindən tələbə yararlana bilər və burada onun kredit tarixçəsinə baxılmır. Bir də necə olur ödənişlər, onu da desəz keçərdim digər suala. Buyurun. Ödənişlər necə həyata keçirilir? Ödəniş şərtləri deyək ki, təhsil tələbə kreditinin qaytarılması üçün tələbə məzun olduqdan sonra əmək fəaliyyətinə və sahibkarlıq fəaliyyətinə başlaması üçün ona 2 il müddət verilir və bu güzəşt müddəti sayılır. 2 il müddət ərzində əgər tələbə hər hansı bir əmək bazarında fəaliyyət göstərməyibsə, sahibkarlıq fəaliyyətinə məşğul deyilsə, yenə də burada kreditlərə faiz hesablanmır. Yalnız 2 ildən sonraki müddət ərzində əgər tələbə elə bu dövr 2 il müddətində də, bu dövr ərzində də əgər tələbə əmək bazarında işləməyə başlayırsa və bu andan etibarən tələbənin geri ödənişinə başlanılır. Aydındır. Söhbətimizi davam etdirəcəyik Gülnar xanım sizinlə, amma Gülnar xanım, Yenilənəcək Uşaq Bağçası Yasamal rayonu ərazisində yerləşir. Bunu bir yenə də dinləyicilərimizə xatırladaq. Bu arada yeni qoşulanlarımız ola bilər. Ona görə yəni geniş bir sahədə yerləşən bir uşaq bağçasıdır. Bir çox dərnəkləri özündə birləşdirən uşaq bağçasıdır. Daha sonra və belə bir yəni bu ikinci ildir bizdə. Biz edirik bunu yay düşərgəsi. İnşallah bu başlayır bizdə iyunun 15-dən sonra. Buna daxildir 10 yaşına qədər uşaqlarımız məktəbdən, yəni məktəbi qurtarırlar, elə olur yay tətillərinə getmirlər və valideynlər gətirirlər bizə balalarını və eyni amma belə deyim də, o da yatılı rejimdir. Bəli, yatılı rejimdə həm yatırlar, həm yeyirlər. Yəni bağça rejimi deyil də tamamilə əyləncə olur. Yəni bir şey ki, orada əgər hovuz varsa, hovuz, əyləncə, amma yenə də ingilis dili də olur, şahmat da olur, bunları sayılır. Bu əyləncələri sayılır. Həm də ən çox animatorlardan da istifadə edirik. Yəni yay tətilində, çünki onlara maraqlı olur. Əlbəttə. Yəni istirahət olan yerlərdə mütləq şəkildə animasiya olmur. Tam dərs şəklində olmur da. Yəni onlar zaten yorulub gəlirlər bağçadan, üzrə məktəbdən, indi də bizdə yaxşı. Bəs onlara nəzarət edən müəllimlər eyni ilə sizin bağçada çalışan pedaqoqlar olur? Həm eyni ilə bizim müəllimələr olur, həm də özümüzün digər müəllimələrimiz də var, onları da yönəldirik. Və onlar da gecə, yəni onlara nəzarət edirlər. Bəli, nəzarət edirlər. Amma neçə yaşına kimi dediniz? 10 yaşına 10 yaşına kimi. 10 yaşına kimi uşaqlar. Bax belə, yəni valideyn var ki, bəzən işləyir, istirahətə vaxt ayıra bilmir uşağına. Bəzən uşaqlar da gileylənirlər ki, yaxşı biz əgər yay tətilinə
çıxmışıqsa, məzuniyyətdirsə, bəs niyə bizə vaxt ayrılmır? Valideynlər də təbii ki, işləmək məcburiyyətindən bunu edə bilmirlər. Nə gözəl. Baxın, bunu Smart Education bağçalar şəbəkəsi adı belədir, bağçalar, amma əslində həqiqətən də bütün yaş kateqoriyalarına demək olar ki, onlar xidmət göstərirlər. Yəni yararlanmağa, məncə də faydalanmağa dəyər. Əlaqə nömrəsini bir daha desəz yaxşı olar Günay xanım. 050 871 16 56 050 871 0 16 16 06. Yox. 16-56. Aydındır, müraciət eləyə bilərsiniz. Biz isə dərnəklərdən danışmışkən, əlbəttə şahmat dərnəyi ilə bağlı istəyərəm, rəqs dərnəyi ilə bağlı. Burada da peşəkarcasına davranılır. Müəllimlər seçilir buna uyğun. Bəli, Səma qrupunun müəlliməsi yəni bizimlədir. Çalışır sizlə. Çalışır, bəli, bizimlədir. Şahmatda da gözəl məsələn uşaqlarımız var ki, çox diqqətli uşaqlarımız var. Bilirsiniz, şahmat özü bir riyaziyyatdır. Bunu ilk öncə biz bağçadan başlayırıq və bağçadan əlavə bizə gələn uşaqlarımız da var dərnəyə, məktəb uşaqlarımızdır, böyük uşaqlarımız da var. Elə bir uşağımız var ki, 15 yaşı da var hal-hazırda bizim dərnəyimizdə iştirak edir, gəlir yəni. Uşaqlar da fərqli olur Günay xanım, düzdür? Bəli, uşaqlar da fərqlidir, davranışları da fərqlidir. Bağçadan əgər deyirsinizsə, bəli, bağçada uşaqlarımızın davranışları əsas belə deyim də aktiv uşaqlarımız çoxdur bağçamızda. Hiperaktiv uşaqlarımız çoxdur bağçamızda. Əsas odur ki, ən pis dövrümüz olur ki, 10 gün adaptasiya dövrümüz çox çətin olur. Valideynlər biraz sıxılırlar. Elə valideynimiz var ki, inanın saatlarla gəlir oturur bizim bağçamızda ki, ay uşağım ağlayır. İlk vaxtlar bəli, bizdə o adaptasiya dövrü sayılır və biz valideynə bildiririk ki, inanın ki, biz verdiyimiz o sevgini, qayğını siz görəcəksiniz və sonra uşağınız bir söz var, qaça-qaça gələcək. Elə də inanın ki, ən çətin uşağın adaptasiya dövrü bizdə 15 gündür. Amma hələ elə uşağımız olmayıb. Sizdə də fotosessiyalar, videolar belə çəkilir fotosessiyalarımız olur. Məsələn, 8 martda fotosessiya elədik. İndi hazırlaşırıq. Novruzda fotosessiyamız olur. Belə olur. Biraz əvvəl dediniz ki, hiperaktiv uşaqlarımız da olur, sakit uşaqlar da var. Mən deyərdim ki, hər tip uşaqla belə deyək də davrananda həqiqətən xüsusi belə deyək peşəkarlıq da lazımdır. Çünki dediyimiz kimi hər bir uşaq fərddir və onun sakitliyinin arxasında da müəyyən bir səbəb gizlənə bilər. Elə aktivliyinin də, hiperaktivliyinin də arxasında müəyyən bir səbəblər ola bilər. Amma o ki, uşaq artıq uzun müddət sakit dayanırsa, heç danışmırsa, ünsiyyət yoxdursa, mənə gəlir ki, Günay xanım, siz də razılaşırsınız ki, burada artıq problemdən bu xəbər verə bilir. Mən də elə danışmaq istəyirəm. Bugün Sağlam Təhsildə 2 qonağımız var idi. Təhsil Tələbə Krediti Fondunun məhz İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova tələbələrlə bağlı, kreditlərlə bağlı bizə məlumatlar verdi. Hansı növləri var idi bu kreditlərin? Ümumiyyətlə bu günə qədər nə qədər müraciət daxil olub Təhsil Tələbə Krediti Fonduna və digər detallar da var. Bunları da sonda sual verəcəm Gülnar xanıma və Yerləncək filialının icraçı direktoru, Smart Education bağçalar şəbəkəsinin filialının direktoru Günay xanım Salmanova da studiyamızdadır və istəyirəm sizlə davam edim Gülnar xanım. Sonda bu fondun fəaliyyət göstərdiyi dövr ərzində hansı nəticələriniz olub və abituriyentlərə bəlkə sözünüz var xüsusi olaraq. Buyurun, söz sizdədir. Məlum olduğu üzrə 2021-ci ildən fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu artıq 4-cü təhsil ili üzrədir ki, kreditlərin verilməsini həyata keçirir və bu o deməkdir ki, artıq 8-ci semestrdir ki, tələbələr kreditlərdən faydalana bilirlər və tələbələr dövlətin yaratmış olduğu bu sosial layihədən uğurla istifadə edirlər. Tələbələr dövlətin yaratmış olduğu bu unikal siyasətdən uğurla istifadə edirlər. Hər növbəti semestrdə də biz tələbələrin artan dinamikasını görürük. Təhsil, ümumiyyətlə təhsil almaq hər bir gəncin haqqıdır və bu haqqı təmin etmək üçün Təhsil Tələbə Krediti Fondu olaraq biz əzmlə, səylə çalışırıq. Bu illər ərzində fond minlərlə tələbə üçün təhsili daha əlçatan etməyə, təhsildə bərabər imkanlar yaratmağa, təhsilin əhatə dairəsini genişləndirməyə nail olmuşdu. Bayaq da qeyd etdiyimiz kimi 24-25-ci təqvim ilinin
hədəf prioriteti ilin sonuna qədər 60 min təhsil tələbə kreditinin rəsmiləşdirilməsidir ki, biz bu hədəfə dediyimiz kimi çox yaxınıq. Ötən dövr ərzində fondun təşəbbüsü ilə layihə və tədbirlər keçirilmiş, qurulan uğurlu əməkdaşlıqlar çərçivəsində mən sizə rəqəmləri qeyd etmək istəyirəm. Fondun vasitəçiliyi ilə 1001 tələbə təlimlərə cəlb olunmuş, 611 tələbə və məzun təcrübələrə yönəldilmiş, 300 məzun isə işlə təmin olunmuşdur. Belə. Günay xanım, siz nə vurğulamaq istəyərdiniz? Pedaqoqlar, logopedlər də səhv etmirəmsə dediniz ki, bizim bütün söhbətlərimiz demək olar ki, reklam arasında olur. Ona görə istəyirəm ki, dinləyicilərimiz də bilsinlər ki, nə gözəl ki, bunu elan etməyə lazımdır. Aha, elə bil ki, bizə bağçamızda həm logoped, həm psixoloq da hal-hazırda var və eləcə də çox bağçalarda olmadığı kimi bizim bağçada bir şey də var ki, konsultasiya var. Uşaq içəri daxil oldu, 3 gündən sonra izlənilir, müşahidə olunur, sonra konsultasiya olunur. Həm logoped, həm psixoloq tərəfindən. Bununla yanaşı 2 həftədən bir həm logoped, həm psixoloq art qrup şəklində uşaqlarımızla həm onları müşahidə edərək onlara dərs keçirlər. Bu özü bir bizim üçün və çox valideynlərimiz üçün bir uğurdur. Bəli. İşlərinizdə uğurlar arzulayıram. Çox məsuliyyətli işiniz var. Hər bir uşağa doğrudan da nəzarət etmək. Bəzən doğrudan həftə sonu olur. Bizdə də var. Çünki uşaqlar görürəm ki, insanın səbri çatmır. Niyə gizlədim? Yəni etiraf eləyim buradan. İnsanın səbri çatmır. 1 saat oynayarsan, 2 saat oynayarsan, amma gün ərzində bu uşaqlarla çalışan, yəni pedaqoqlar var. Onlar hansı ki, bu səbri özlərində tapmalıdırlar, həm də əylənməlidirlər. Çünki onlara etibar ediblər. Ona görə mən düşünürəm ki, sizə əhsən. Çox sağ olun Samira xanım. Çox sağ olun. Bir söz demək istəyirəm ki, bütün valideynlərə əsas odur ki, uşaqlarımıza sevgi verək, qayğı verək. Sonra həm təhsil verək, həm bağçaya qoyaq. İlk öncə sevgi əsasdır burada. Bəli, əsas sevgi. Təşəkkür edirəm. Smart Education Bağçalar şəbəkəsinin Yelləncə filialı, hansı ki, Yasamal rayonunda yerləşir, icraçı direktoru Günay xanım Salmanova bugün bizimlə bərabər idi və Təhsil Tələbə Krediti Fondunun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar xanım Zeynalova. Hər ikinizə təşəkkürlər. Gözəl işinizdə də uğurlar arzu edirəm. Sağ olun. Beləcə həftə sonu gəldi, yaxınlaşdı və xoş istirahətlər arzulayıram sizə, dinləyicilərimiz. Və həftənin ilk günündə elə bayram həftəsinə hardasa təsadüf eləyəcək. Sizinlə sağlam təhsildə görüşəcəyik bütün tələbələr, müəllimlər, pedaqoqlar, eyni zamanda təhsil işçiləri. Siz də təbii ki, bizim proqramımızda iştirak edə bilərsiniz. Çox sağ olun diqqətinizə görə.